Herkese salam, kanalımıza hoş gəlmişsiniz. İnşallah deyirəm, bacılar, yaxşısınız. Bizdə də çox şükür, yaxşılıqdır. Bugün ayın 12-si, günlərdən 3-cü günüdür. Getdim bir balaca alış-veriş etdim. Qəşəng nar var idi, heyva var idi. Eləmədim tənbəllik aldım. İstəyirəm kompot hazırlayam. Narla heyva qarışıqlı olan kompotu. Düzü mən bunu hələ hazırlamamışam. Heç nar kompotu hazırlamamışam. İnşallah üzümüzü ağ çıxardar da birinci dəfə hazırlayırıq. Qəşəng belə nar var idi. Ağ narlar var idi. Neçə dəfədir baxırdım, gözəl nar gəlmirdi deyə etmirdim. İndi belə qırmızı nar gördüm. Dedim alım. Qırmızıdır 2 deyəndə dedi gözəldir, süpərdir. İndi birlikdə baxarıq, görək nədir, nə deyil. Heyva da ki, baxın belə. Heyva da gözəldir. Sarı heyvadır. Belə bu cür. Yoldaşım belə heyvanı yeməyə çox xoşlayır. Amma mən yeyə bilmirəm. Tıxanır, boğazımda qalır. Burada da nə var? Biraz göbələk almışam. Sobada yemək bişirəcək yenə. Xırdalı pomidor aldım. Soba üçündür bu da. Bir də bibərdir, kartoşkadır. Elə şeylər də var evdə. Pesok var idi evdə. Bunu da dəbafqa olaraq aldım. Evdə olsun deyə. Bir də lipyoşkadır. Belə bacılar. Günümüzə, videomuza başladıq. Bismillah dedik. Sizlərdən bir balaca bacınızın xahişi var. YouTube'un algoritması üçün. Bilirsiniz, biz video paylaşanda 30 dəqiqə içində analiz edir YouTube. Əgər izləyicilərim aktivdirsə, girər-girməz videonu bəyənib, yorum yazmaya başlayırsa da, o videonu bir çox insanların qarşısına çıxardır. YouTube'un da qayda qanunu belədir, vallah, nə deyə bilərik biz. Xahişim odur ki, bacılar, videolarımı girib izləyirsiniz, nə olar? Bəyəni atın, bəyəni çox azdır. Bir də yorum yazın. Nə qədər imkanınız var? Ürəyinizdən keçənləri yazın. Nə istəyirsiniz onu yazın. Lap smayliklər də ata bilərsiniz. Haqqınızı halal edin. Qurbanınız olum. Siz olmasanız bizim videolar izlənilməz. Bir balaca da olsa qazanc əldə edə bilmərik. Nə olar indi pis düşünməyin ki, bəyəni dilənir. Nə bilim, elə yazan xanım var idi. Bir dənə başqa kanalın altına bəyəni dilənir, yorum dilənir. Bu deyiləsi söz deyil, amma yenə də hər kəs öz səviyyəsini göstərir. Nəysə, bir də nə deyəcəkdim? Bugündən sonra videolarım saat Azərbaycan və Gürcüstan saatı ilə 13:00-da yayında olacaqdır. Qazaxıstan saatı ilə 14:00-da, amma Rusiyanı bilmirəm, deyəsən 2 saat daladan Rusiya bizdən. Tam bilmirəm, deyə bilmərəm. Hər gün 14:00-da videolar yayında olacaqdır. YouTube'un da belə algoritması da belədir. Gərək planlı olaraq yükləyəsən, YouTube görə ki, sən aktivsən, ona görə sənin videoların izlənə. Ona görə 14:00-da bacılar, yəni Azərbaycan və Gürcüstan saatı ilə 13:00-da məni evinizdə gözləyin. Qonaq gələcəm sizə. Başlayaq mı işimizə, gücümüzə? Görək, hardan başlayırıq? Hələ birinci gedim, heyvaları yuyum, təmizləyim, narı yuyum. Buraları biraz yerləşdirim, əl-ayaq edim. Ondan sonra günümüzə başlayarıq.
turşumuz elə 2 bun boyda qalardı bacılar. Göstərməmişdim sizlərə. Baxın, belə alındı. Həqiqətən çox dadlı, ləzzətli turşu alındı. Nə sirkə vurdum, nə qaynar su. Elə videoda nəyi gördünüz, elə onlar oldu. İndi bir dənəsinin dadına baxacağım. Baxın, soyuq su ilə etmişəm. Necə də xırçıltısı var. Həqiqətən göz haqqınızı halal edin bacılar. Həqiqətən xırçıltısı da çox qəşəngdir. Dadı, tamı da yerindədir. Fərqli dad tam yoxdur. Əsl kələm turşusunun dadıdır. Videoda gördüyünüz kimi qoydum. Artıq heç nə əlavə etməmişim bunun içinə. Nə bilim, qızlar deyirdi ki, nə qaynar su ilə edəndə daha xırçıltılı olur. Vallahi heç fərqi də yoxdur. Görün necə də gözəl alınıbdır. Yeməyimizi yedik, çayımızı, suyumuzu içdik. İndi də iş başına. Boş durmanın yeri deyil. Bayaq YouTube'a baxırdım. Demirəm, heç nar kompotu hazırlamamışım. YouTube'da gördüm, kompotu hazırlayanda üstünə qaynar su tökürlər. Ədyala da büküb qoyurlar bir gecə. İndi elə edəcəm. Görüm alınacaqmı? İnşallah alınar bacılar. Mən elə qaynar su tökdüm kompotlar. Qara moşdu, qırmızı moşdu, çiyələkdir. Bunları etmişəm. İçədə nə gözəl çıxır. Bayaq Alixan da istəyirdim bundan yemək. Alixan! Gəl bülbül, gəl yeynə. Mənə deyir, heyva doğra vermama deyir. Dedim, edərəm. Çox qalın doğramayacağım. Belə bu cür nazik doğrayacağım. Heva yirsən mi? Hə. Xoşdurum xayır. Al görüm. Al bunu da Ali yapar. Mən doğrayayım, ondan sonra verəcəm. Birini sizə doğrayıb verəcəm. Narla bir adı yersiniz, oldu mu? Heyvanın bircə bax, belə içini təmizləməyi xoşum gəlmir. Nar çox gözəldir qızlar. İri dənəli qəşəng nardır. Baxın nə gözəldir. Bunun kompotu həqiqətən nəyə deyirsən deyir. Biraz vaxt apardı, amma məncə zəhmətimizə dəyəcək. Heyvanı belə bu cür doğradım, nazik-nazik. Çox qalın istəmədim etmək. Belə bu cür bunu hazırladım. Narı da ki dənələdim. Nar çox şirin nar çıxdı bacılar. Qəşəng nardır. Burada 4 ədəd narın dənəsi var. Məncə 4-ünə baxanda heç az da çıxmayıb. Xeyli nar dənəsi var. İndi nə qədər olar?
Burada da bir dənəsini belə açdım. Birazdan nüş edərik dedim. Görün nə gözəl, nə qəşəng çıxıbdı. Hamısı elə bu cür çıxdı. Nə çürüyü, nə çarığı oldu. Lap iştah açıcı da, onu deyim. Belə bacılar, mən suyu qoydum. Qazanda, böyük qazanda qoymuşam. O su qaynayan atan balonlarımı gətirim, bunları yerləşdirim. Yumuşan balonlarım da hazırdır. Bunları yerləşdirim. Ondan sonra qaynar suyu töküb, krışkanı da qaynamağa qoymuşam. Ağzını bağlayıb ədyalın altına qoyaram, orada yatıb dincələr. Bir də nəyə deyəcəkdim? Mən 2 litrəlik balona 1 stəkan, 200 qramlıq stəkanla bir pesok vururam. Nə çox şirin olmağını istəmirəm, nə də ki turuş, dadsız olmağını istəmirəm. Bütün 2 litrik balonlara 1 stəkan pesok dökürəm. Gözəl, dadı tam yerində olan kompotlar alınır. İndi bəzi ailələr var, şirin olması içə bilmir. Bəziləri də ki, şirin sevmir. Yəni, biz elə də şirin xoşumuz gəlmir kompotda. Naturalni kimi, nətər edirsən belə, təbii kompot, vitamini bol olan kompot kimi istəyərik kompot içmək. Belə gətirim indi balonlara yerləşdirim. Altı banka oldu. Bağladım. İnşallah durar. Gətirim indi üstünü örtüm. Görək sabah bilərik nədir, nə deyil. Birinci üstünü örtmədim. Dedim görüm krışkalarında su damcıları varmı? İkisində su damcıları oldu. Onu tez bazar dəyişdim. Ayrı krışka saldım. Görək indi bunlar nətər olacaq. Hələlik yaxşıdır. İnşallah da yaxşı olar axıratan. Rəngi çıxmağa başlayır. Narın rəngi çıxır artıq suya. Edibsəm dərslərini. Belə bacılar, bunu da belə hazırladım. Belə bu cür sinin içinə yığdım, yığışdırdım. Əlimə keçən hər şeyi tökmüşəm, baxsanıza. Bir qalıbdır bişməsi, sobanı da yandırmışam, qızsın, ondan sonra atacağım. İndi mən soba qızanatan, yəni bu da bişib hazır olanatan arxa plan var, pis gündədir. Biraz qab-qacağım var, tör töküntü var, qaz peçin üstüdür, silləsidir, hər yer silib təmizlənəsidir bir sözlə. Polunu da yuyarım, nar dənələri düşübdür, şıralanıbdır. Ondan sonra elə bil ki, bacınızın işi qutardı demək olar. Dünən qaynatdığım çuğundur suyudur.
atmayın demişdim, əgər salat edirsinizsə də. Belə bu cür 2 litrəlik suda seyrəltirik. Ondan sonra güllərimizi veririk bacılar. Çox qəşəng gübrədir. Tez kökləndirir, tez canlandırır güllərin köklərini. Gedək verək, nətər versin. Gübrəmizdən elə bu qaldı bacılar. Bunu da ki aparıb, nəzər gülü deyiləm, gül var. Mən onu tikənlər tacı bilirəm. Ona verəcəm. Bunlara verdim. İşim qutardı. Yığdım, yığışdırdım. Təmizlənəsi yerlər təmizlədim. İndi də biraz söhbət edək. Ondan sonra gedək yataq. Bizdə saat 12-dir bacılar. Gecə 12-də uşaqları da bir haykü ilə indi yatırtmışıq. Yatmırlar, elə bir gözlərinə tikan qoyublar. Yeməyimizi yedik. Bugün su içdim. Bugün inanın elə susuzluqdan yanırdım. Yoldaşım getdi sonra belə limonat aldı. Bu limonatdan da içdim. Ondan sonra biraz görsən ki yanğım dayanıbdır. Bilmirəm, abeddə çox mu yedim mən turşunu. Turşunu yaman çox yedim. Ona görədimi, yoxsa mən ümumiyyətlə çox su içən biri deyiləm. Elə bil ki, nə? Bir həftəm olar, 2 həftəm olar. Heç axlıma belə gəlmir ki, nə zaman su içmişəm. Amma su yaxşıdır. Çox vaxtı çay içdiyimi görürsünüz. Çox vaxtı çay içdiyimi görürsünüz, amma su içmək də yaxşıdır. Su içəndə insan dərsi elə bilirəm. Həm parlaq olur, sağlam olur. Çünki su çox içən qızları tanıyıram. Həqiqətən dəriləri çox gözəldir. Belə üz dərisini deyim. Qırışlar olmur. Şükür, məndə də yoxdur elə qırışlar. Bir də mənə tez-tez sual verirdilər ki, neçə yaşın var? Yeni gələn döylər məncə. Amma görürəm ki, nə qədər mənə yorumlar yazıblar. Köhnə videolarımın altına yorumlar yazıblar. Yaşım 36'dır. 36 yaşım var. 15 ildə ailədiyəm. Belə bir sual verirdilər. Ondan nə suallar verirlər bir də çox vaxtı. Bir də market alış-verişi deyirlər. Belə mağazalar gəzi ilə, indirimlər bizlərlə paylaşı ilə deyirlər. Mən sizə belə bir sual vermək istəyirəm. Sual da deməyək. Nə demək istəyirəm bilirsinizmi? Yorumlarda yazın, nə cür videolar istəyirsiniz. Məsələn, videonun sırayla çəkək. Hər gün evdə otururuq, ev videosu. Vallahi mən elə bilirəm, siz də yorulursunuz izləməkdən. Eyni videolar bir-birinə bənzər çox video alınır. Məsələn, bugün təmizlikmi etdik, sabah getdik, market alış-verişimi etdik. Birisi günü, nə bilim, mən getdim mağazada qab-qacağın qiymətlərini sizlərə dedim, göstərdim. Nələr var, nələr yox. Belə videolar çəkin deyirlər. Sırayla siz yazın, mən də belə sıralayayım bacılar. Nə videolar istəyirsiniz, elə o cür videolar çəkim sizlər üçün. Hər gün vallahi evdə oturur, ev videoları da mən elə fikirləşirəm ki, yorucu olur. Allah hər kəsə rahat qolmaq nəsib etsin. Samolyot keçəndə bizim ev sirkələnir. Sirkələnir deyəndə çox alçaqla gedir. Səsi küyü buraları götürür. Ona görə də telefonu dayandırmaq məcburiyyətində qalıram. Belə bacılar, günümüzü yola verdik, işimizi, gücümüzü gördük. Siz sadəcə məni banka balon hazırladığımı izləmiş oldunuz. Amma mənim işim bugün elə çox idi. Elə çox idi. Xırda-xırda, yəni oru et, buru təmizlə, buru yığışdır, buranın töküntüsünü yığ,
axır vaxtda uşaqlar da çox töküb töküşdürür. Birdən də cinləri qonur, özləri təmizləyirlər. Amma sera onu indi böyüdükcə elə olur da yəqin ki. Günümüzü axırına gəlib çatdıq. Bir günü, bir gecəyi inşallah sabaha çıxarıq. Videomuzu burada sonlandırım deyirəm. Sizlərlə sağollaşım. Sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun. İnşallah yeni videolarımızda görüşərik. Baxın, o dediyimi unutmayın. Nə cür videolar istəyirsiniz, yorumlarda yazın. Mən də sizlər üçün hər gün dediyiniz videoları çəkim paylaşım. Hər gün evin içində də oturuq, olmur o da. Siz də yorularsınız, mən də. Razılaşaq mı elə? Öpürəm hər birinizi. Sağlıqla qalın.